Siyasətin izahlı lüğəti efirdədir. Fransa və Britaniya Almaniyaya müharibə elan etsə də, aktiv döyüşlər xeyli müddət olmadı. Dünya tarixinin ən qəribə müharibəsi hansı olub? Sualımızı Siyasi Elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli cavablandırır. Dünya tarixinin ən qəribə müharibə ifadəsi müxtəlif situasiyalarda tətbiq oluna bilər. Lakin Fransa ilə Almaniya arasında 1939-40-cı illərdə baş verən və qəribə müharibə adlandırılan vəziyyət bu mövzuya mükəmməl nümunədir. Bu müharibə 2-ci Dünya müharibəsinin ilk mərhələlərində baş verib və hərbi əməliyyatların faktiki olaraq çox az olması ilə yadda qalıb. 1939-cu ilin sentyabrında Almaniyanın Polşaya hücumundan sonra Fransa və Böyük Britaniya Almaniyaya müharibə elan etdilər. Buna baxmayaraq Fransa-Almaniya sərhədində böyük döyüşlər olmadı. Fransa əsasən müdafiə xəttində, yəni müdafiə qurğularına mövqe tutaraq pasiv qaldı. Almaniya isə bu dövrdə şərqdəki əməliyyatlarına diqqət yetirirdi. Bu vəziyyət təxminən 8 ay davam etdi və bu müddət ərzində hər iki tərəf böyük hərbi əməliyyatlardan çəkindi. Bu müharibənin qəribə adlandırılmasının səbəbi müharibə elan edilməsinə baxmayaraq faktiki döyüşlərin olmaması və tərəflərin sanki münaqişədən qaçması idi. Və qeyd etdiyimiz kimi vəziyyət 1940-cı ilin mayında, yəni Almaniyanın Fransa və Benelux ölkələrinə hücumu ilə sona çatdı. Nəticədə qəribə müharibə bir qədər anormal bir müharibə mərhələsi kimi tarixdə qaldı.